cümləni maşında dəyişdi. bardaçok deyirik, bardaçok. Hə, bardaçok. Bardaçok deyirik. Nə gedir? Əlcə yuvası. Mən bir dəfə dublyaj eləyəndə qabağıma çıxdı. Deyir, əlcə yuvasından nəyisə götür. Mən deyirəm, bir dəqiqə, bu əlcə yuvası nədir ki? Yəni bu nədir? Əlcə yuvası, adam birbaşa oxuyur axı. Oxuyanda saxladım, əlcə yuvası nədir? Burada əlcə yuvası nə gəzir də maşının içində? Hadi tərcüməçi deyir ki, yəni, bu yeri belədir. Mən onda bildim ki, işlətmək olar da onu. Yuvadan bax, mənim də qabağıma çıxanda, yuvadan yox, mən məcbur dəyişirəm. Əlcə yuvasında istifadə eləmirəm. Nə deyirsən? Deyirəm, maşından bunu götür. Ya da qabaqdan bu kasad qalır da, artıq kasad qalır. Bax bunların üzərində mən buna belə deyim, doğru dildə deyək. Ona görə deyirəm, məcburi fırladırıq söhbəti. Sözlərini yavaş-yavaş qəbul edə bilərik. Biz söhbəti fırladırıq. Artıq bir çox şeylər qəbul olunub. Bir çox şeylər qəbul olunub. Məntiqlə də təbii ki, sənə hansı dil yaxındırsa öz kökünə qayıtmaq üçün mən keçən dəfə təklif elədim ki, bu ancaq bizim kök etibarına yaxın olduğumuz xalqlardan götürülə bilər söz. Rusdan niyə götürürəm ki? Biz Rusu tərcümə eləyirik və buna əlcə yuvası yox, yuva deyə bilərik. Tam da silib keçmək olmaz Rövşən onu ki, maşından falan şey var. Mən neyim, əlcə yuvası desəm gülərlər, ayımın mənə. Yox, əlcə demə. Mən özüm təzə öyrənmişəm. Deyirəm ki, o yuvadan yuva var orada, yuva kimi bir şey. Yox, nə yuva? Yox. Hər halda, yəni onu tam çıxarmaq da düzgün deyil. Heç olmamaqdansa hansısa bir alternativ işlətmək daha yaxşıdır. Biz bu dil problemini tamamilə həll eləməliyik ki, bizim arxamızca Arazın o tayında 40 milyon nəzərlər bizə dikilib. Gün yəqin ki, onu da görəcəyik ki, İnşallah. Onlar bizdən müəllimlər tələb eləyəcəklər. Allah bizi vahid arzumuza çatdırsın. Məktəblər açılacaq. Bizim heç bir problemimiz qalmamalıdır burada dillə bağlı.